Yağış yağdıqda islanan daşlar sanki suyun təsiri ilə sirli bir məfhuma çevrilir. Daşlarda yazılar meydana çıxır. Məsələni daha da qərib edən ikinci amil isə daşların üzərindəki yazıların hələ də heç kim tərəfindən oxuna bilməməsidir. Görəsən bu yazılarda ev sahibinin ya da memarın gələcək nəsillər üçün çatdırmaq istədiyi hansı mənalar gizlənilir? Sir açılacaqmı? Qədim tarixə malik olan İlisu kəndində 1800-1900-cü illərdə inşa edilmiş xeyli evlər var. Hansı ki bu evlər qədim memarlıq üslubunda tikilib. Kənd sakini Azər Qocayev 150 ildən artıq yaşı olan evini eyni ilə tikildiyi illərdə olduğu kimi saxlayıb. Amma bu evdə hələ də açılanmayan sirlər var. Evin daşlarının üzərinə su düşdükdə ərəbcə yazılmış yazılar üzə çıxır. Maraqlısı budur ki, yazıları bu günə kimi oxumaq mümkün olmayıb. Ben bunlar həmənki yazıları sirli yazılar adlandırarım. Niyə görə bunlar sirli yazılardır? Çünki bu yazıları bu vaxta kimi oxuyan olmayıbdır. Yəni çətindir bunu oxumaq. Bu müəyyən tərəkələrdir, nöqtələrlə. Bunlar yoxa çıxdığına görə hər deyən adam bunu oxuya bilməz. Bu daşlar bizə nəyi demək istəyir? 18-ci əsrin sonlarında evi tikdirən tacir nəyə işarə edib? Ev sahibini bu fikirlər çox düşündürür. Odur ki, Azər Qocayev bu yazıların araşdırılması üçün mütəxəssisləri evinə dəvət edir. Və bu çox adamları, çox ziyalıları, yəni rayon əhalisində turistləri də bu çox cəlb eləyir. Ancaq hələlik bu həmin lövhə ilə bağlı, həmin bir halla bağlı araşdırmaları aparmayıbdır. Ancaq indi biz çalışacağıq gələcəkdə bu istiqamətdə bu elmi işçiləri, yəni bu sahədə çalışanları bura cəlb eləyək və həmin lövhənin niyə məhz yaş olanda belə yazıların açıq oxunmasını, yəni araşdırsınlar. İlqar Eşaroğlu, Mübariz Məmmədov, Qax. Şamaxıda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 20 yanvar hadisəsi məktəblilərin gözü ilə adlı tədbir keçirilib. Qonaqlar ilk olaraq rəsm sərgisi ilə tanış olub. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla